Herkese salam, kanalıma xoş gəlmisiniz. Bir səyahət vlogu ilə qarşınızdayım. Bu gün istəyirəm sizə həm səyahətə hazırlaşma mərhələlərini, həm də Qəbələnin qəşəng görməli yerlərini göstərmək istəyirəm. Burada kremi əlimdən düşürürəm, burada qəşəng üz baxımı eləyirəm. Bu gözaltı kremi mənim çox bəyəndiyim gözaltı kremidir. Həmçinin üz nəmləndiricisi də elədir. Dırnaqlarıma baxıram, burada dırnaqlarımı düşünürəm ki, artıq pozulub və yeniləmək lazımdır. Və mən burada artıq paltarlarımı bir kloka yığmışam. Biz cəmi 5 günlük burada qalacağıq. Ona görə də paltarı az götürdüm. Burada da kosmetik vasitələrimi yığıram. Özümdə kosmetik vasitəni çox az götürürəm. Çünki yay günü kosmetika çox etməyi sevmirəm. Adətən dəri qulluğunu çox eləyirəm. Burada da kosmetik vasitələrini bir tərəfə, baxım vasitələrini, bədən üçün olan vasitələri isə bir yerə yığıram. Saç üçün vasitələri də götürdüm özümdən ki, orada mənə rahat olsun. Nəyəsə ehtiyacım olanda tez əlimi ata biləcəyim bir şey olsun. Mən kəndə gedəndə adətən kosmetika baxım eləməyi çox da sevmirəm. Çünki nə yalan deyim, oxutum olmur. Ancaq şəhərdə olanda bu belə olmur. Daha çox həvəsli olaram baxım etməyə. Çantamı belə yığdım. Deməli, bütün əsas əşyaları sığdırdım Rosmana. Sığmayanları da belə kənardan qoydum, yerləşdirdim. Belə, yaxşı yol bizə. Gedim saçımı qurudum, çimdim. Sabahı inşallah bir şeylə çəkməyə çalışacağım. Və biz artıq burada yola düşdük. Biz yola hardasa saat 8-dən və yaxud da 7-dən çıxmışdıq. O tam dəqiq yadımda deyil. Amma onu bilirəm ki, yəni çox tez çıxdığımız üçün mən yarı yuxulu haldaydım. Nə götürdüm, nəyə götürmədim, yəni onlar çox da yadımda deyil. Və istəyirəm sizə biraz belə gözəl yaşıllıq mənzərəsini göstərim. İlərləyən kadrlarda daha çox gələcəksiniz. Yorğun olduğumuz üçün bir çay vasitəsi vermək qərarına gəldik və belə bir gözəl məkana gəldik. Açığı nə yalan deyim, məkan mənim xoşuma gəldi, ancaq məkanın həddindən artıq səs-küylü idi. Falan hamısı qəşəng idi. Burada da mən öz outfitimi göstərirəm və nəhayət biz evə çatdıq və bizi belə gözəl günlər qarşılayır. Burada da mən artıq əşyalarımı yerləşdirməyə başlayıram. Üz baxım vasitələrimdə, saç baxım məhsullarıdır, bədəndir, hər bir şey düzürəm bura ki, mən rahat olsun. Və şkaf olmadığı üçün də mən məcbur paltarlarımı belə stola düzmək məcburiyyətində qaldım. Və nəhayət ilk samavar çayımızı da dəmləyirik burada. Və nəhayət evdən olan ilk mənzərəni sizlərə göstərirəm. Evin həyəti həqiqətən çox gözəldir. Telefonu da çox qəşəng çəkib, barədə özümü alqışlayıram. Və burada nə yalan deyim, bu görüntü biraz mənə qorxunc gəldi, amma qaranlıq düşəndə olan mənzərəsi çox gözəldir. Burada isə işıqlar falan yanır. Məncə ən gözəl görüntüsü budur. Yəni hər cür görüntünü çəkmişəm. Yol yorğunluğunu atandan sonra nəhayət səhərimizi belə açırıq və artıq gəzməyə doğru yola düşürük. Burada mən belə outfitimi göstərirəm və nəhayət belə gözəl mənzərə qarşısında gedirik soyuq bulağa. Əslində burada telefon titrəyir. Bu da biraz mənimlə bağlı deyil, yollarla bağlı olan problemdir. Və nəhayət soyuq bulağa çatırıq. Məkan haqqında ümumi təəssüratlarımı bildirmək istəyirəm ki, getməyə həqiqətən dəyər, çox gözəl məkandır. Həm atmosferi çox qəşəngdir, həm havası çox gözəldir. Mən videolarımda adətən öz səsimlə danışmağı, bir şeylər anlatmağı çox sevmirəm. Çünki keçən bir vlog paylaşmışdım və həmin vlogun altına bir insan səsimlə bağlı xoş olmayan bir rəy yazmışdı. Məsələn, hal-hazırda danışanda özümdə görürəm ki, bəzi yerlərdə duruxuram, yəni nə deyəcəyimi bilmirəm. Çünki bunu da bu şəkildə izah edə bilərəm ki, mən danışıram misal üçün, yəni qabağımda bir hazır mətn olmur. Yəni necə gəldisə elə danışıram. Hal-hazırda məsələn bir yaşıllıq mənzərəsi görürəm və həmin mənzərə haqqında ağlımdan, ürəyimdən nə keçirsə onu da dilə gətirirəm. Hazır bir mətn olmur. Və məncə bu şəkildə danışmaq, belə bir vlog aparmaq daha məncə səmimidir. Mənim bu şəxsi fikrimdir. Hazırda gördüyünüz yerin adı da Xanlar Bağıdır. Bu da çox gözəl yerdir.
Və nəhayət evə qayıdanda belə balaca bir qonağımız olduğunu görürəm. Belə bir dovşan həyətimizdə gəzirdi. Çox şirin idi. Burada isə samavar çay dəmləyib günün yorğunluğunu çıxardırıq və nəhayət yeni bir məkana yollanırıq. Və nəhayət Qəbələnin ən məşhur yerlərindən biri olan Lazərə gəlirik. Nə yalan deyim, getdiyimiz yerlər arasından ən çox sevdiyim məkan bu ola bilər. Məkanın görüntüsü, bu havası o qədər gözəldir ki, sanki siz Türkiyədə Trabzona gəlmisiniz. Dağlar, yaşıllıqlar, hər biri yəni o qədər gözəl idi ki. Nəhayət bir vloqun sonuna gəldik. Təəssüf ki, bu vloq qısalındı, ancaq çalışacağam daha uzun vloqlar çəkim. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.